Sənə bir dənə Tayland dizaynında bir proyekt təqdim eləyirəm, amma Taylandda yox, Alballıqda. Alballıqda 6 sotda əsl ailənin ala biləcəyi bir villadır. Heç bir qonşu həyəti görmür. Super proyektdir, şəxsi tikilidir. Burada belə bir istirahət zonası var. İdman alətləri falan qardaş hamısını düzəldib özü üçün şərait yaradıb burada. Hovuzudur. Ətraf yaşıllıqdır. Hovuzun yanında da bir Nirravekadan duş da qoyub qardaş. Bəziləri şimdi duşun qalovkasını qoymayıb divarda da. Su deposudur burada. Qızdırır, vurur yuxarı və belə həm isti, həm soyuq su. Evin içində indi sizə təqdim eləyəcəm. Bu teraslı mətbəxdən və salondan ora çıxış var. Burada bir 3 maşınlıq parkovkası var. Keçək sizə ətraflı şəkildə içərini təqdim eləyim. Almağa dəyər və məsləhətli bir villadır. Gələcəm. Bir dənə sən huzura bax. Orada hamam otağı, kladovka zad vardı, onları göstərmədim də sən. Yəni, burada mən danışmaq istəmirəm də, sözün əsl mənasında. Görürsən, səs tonuma belə fikir verirəm. Çünki bu huzuru pozmaq fikrim yox. Elə bir Balidasan, nə bilim, ya Taylanddasan, oturmuşsan birbaşa baxırsan, bağva, bağçova. Orada sən necə lazımdır, bu cür güşə yaradı. Qışda da, yəni buranın qışını sən təsəvvür elə. Çöldə yağışın, qarın yağır, atırsan odunları. Bax, elə bax. Bunlardan götürürsən zozur, təsəvvür doğurursan, atırsan bura. Necə də lazımdır, istifadə edirsən. Gəl buranı da çək. Nə deyim buna? 24/7 mühafizə kamera sistemi. İkinci mərtəbəni sizə təqdim edeyim. Üç yataqdır və bir hamam otağı. Buranı təqdim eləmirəm, bu ikinci yataq otağı. Uşaq yataq otağı və buradan eyvana çıxışı var. Üçüncü yataq otağı. Buradan da birbaşa görüntü hovuzu. Yəni, vacib amillərdən biri nədir? Həyətə heç bir villanın pəncərəsi baxmır. Ailə yaşayır bu bağda, bu villada. Əslində ailəyə qismət olası villadır. 6 sotda Tayland dizayn, qiymət 350.000 manat. Real alıcı gəl, səni birbaşa sahibi ilə calaşdıracağım, Allah xeyrinizə versin.